Üç qapı görürsən. Bunlardan birinin arxasında maşın, ikisinin arxasında isə keçid var. Maşını qazanmaq üçün birini seç. İşini asanlaşdırmaq üçün keçidlərdən birinin olduğu qapını açım. İndi isə sənə bir şans daha verirəm. Seçdiyin qapıda qalırsan, yoxsa digər qapını seçirsən. Fikrini dəyişsən maşını qazanma ehtimalı nə qədərdir? Burada dayanıb düşünün və yanaşmanı mütləq şərhlərdə paylaş. Bu məşhur Monty Hall problemini eşitmiş ola bilərsən. Çox insan son seçimi şansının 50% olduğunu düşünür. Gəlin bunu cavabda sübut edək. Qapıları yaratdıq və maşını təsadüfi bir qapıya yerləşdirdik. Sonra təsadüfi bir seçim etdik. Daha sonra mənim etdiyim kimi keçidlərdən birinin olduğu qapını açdıq. Sonra seçimimizi dəyişdik. Əgər son seçimimiz maşın olarsa, qalib gəlirik. Bir şans oyunu kifayət qədər çox oynasaq, real ehtimallara yaxınlaşarıq. Bir dəfə qapıya atmaq oyununda üst tərəfi gələrsə, bu onun həmişə üst tərəfi gələcəyi mənasına gəlmir. Bəlkə ikinci və üçüncü dəfədə üst tərəfi gələ bilər. Amma bu ehtimalın 100% olduğunu göstərmir. Buna görə də biraz çox oynamaq lazımdır. İndi gəl bu keçid oyunu səninlə birlikdə tam 1 milyon dəfə oynayaq. Nəticəyə hazırsan? Əgər fikrini dəyişsən qalib gəlmə ehtimalın 66,6% olacaq. Bəs niyə? Əvvəlcə seçə biləcəyin 3 variant var. Bir keçidin olduğu qapı açıldıqdan sonra isə 2 ssenaridə fikrini dəyişməklə maşını qazanmış olursan. Yəni 3də 2 ehtimalı qalib gəlirsən. Təbriklər, yeni bir maşınınız var. Like etməyi və izləməyi unutmayın.